birinci diploid bitkinin endosperm hüceyrəsində 66 xromosom var. Diploid bitki deyirsə, endosperm hansı xromosom dəstədən ibarət olacaq? 3N. 3N bərabərdir 66-ya. İkinci diploid bitkinin kök hüceyrəsinin bölünməsinin anafaza mərhələsində. Biz bilirik ki, kök hüceyrə əslində 2 xromosom dəstədən olmalıdır. Çünki bitkinin özü, kökü, gövdəsi, yarpağı hamısı 2 xromosom dəstədən malikdir. Amma anafaza dediyinə görə neçə olacaq burada? 4N bərabər olacaq neçə? 64 olacaq. Nə olacaq? 4N bərabər də 64 olacaq. İndi bu bitkilərin çapalaşmasına alınan və döyülsüzlüyü Karpetsenko metodu ilə aradan qalan bitkinin somatik hüceyrəsində nə qədər xromosom dəstə var? Bu 3N-dirsə, biz nə etməliyik? Qametləri birləşdirib tapmalıyıq. Bu endosperm 3N sonra bunun qamet neçə olur uşaqlar? N bərabər neçə olur? 66 22 eləyəcək. Aysa. Burada da anafaza 4N-dirsə, demək 2N normal diploid olur 32, amma qamet N bərabər olur 16-ya. Bizə qamet var, buna düz demirəm. Aysa. N də bərabərdə 16-ya. İndi mən 22 ilə 16-nı toplayıram. Neçə eləyir? 38. 38. 38 elə 2-nin özüdür. Amma mənim burada Karpetsenko metodu deyirsə, dövsüzlüyü aradan qaldırmaq üçün 2 alınmalıyam. Bir də 38-i vururam 2-yə neçə eləyir? 76. 79. 6. 76 imiş, hə, tamam, 76.